dünyada və axirətdə mənim qardaşımdır. Əli haqq ilədir, haqq Əli ilə. Əli hara getsə, haqq onun ətrafında dolanar. Mən elm şəhəriyəm, Əli onun qapısıdır. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Əli məndəndir, mən də Əlidənəm. Həzrəti Məhəmməd. Həzrəti Əli. Atasının adı İmran, künyəsi Əbu Talib, anasının adı Fatimədir. Həzrəti Məhəmmədə Peyğəmbərlik verilməsindən 10 il öncə 27 sentyabr 600-cü ildə Məkkədə doğulmuşdur. Kəbədə doğulan ilk və son insandır. Həm atası, həm də anası Haşimilər nəslindən olan ilk adamlardır. 10 yaşında Peyğəmbər əleyhissalama iman gətirmişdir. Peyğəmbərə iman gətirən ilk müsəlman kişidir. Leylətül Məbid adı verilən gecə Həzrəti Məhəmmədin yatağında yataraq onun gizlicə Yəsribə getməsinə imkan yaratmışdır. Həzrəti Peyğəmbərin qızı Həzrəti Fatimə ilə evlənmiş və İslamdan öncə ərəblərin işlətmədiyi Həsən, Hüseyn və Möhsün, eləcə də Müəhsin adlarını, Harun Peyğəmbərin övladları Şəbbərin, Şəbirin və Müşəbbərin adlarını öz övladlarına vermişdir. Zülfüqar adlı qılıncı Ühüd savaşında Həzrəti Məhəmməd tərəfindən ona hədiyyə edilmişdir. İslamiyyətin inkişafı və yayılması üçün Həzrəti Əli, Həzrəti Məhəmmədlə birlikdə 26 savaşda iştirak etmişdir. Həzrəti Əli xəlifə olmaq imkanına malik olduğu halda, İslamiyyətin bölünüb parçalanmaması üçün özündən əvvəlki ilk 3 xəlifəyə beyyət etmişdir. O, həm İslamiyyətin güclənməsini təmin etmiş, həm də müsəlmanlığın qiymətli ilk abidəsi Qur'an-ı Kərimin bu dövrdə ortaya çıxmasına imkan yaratmışdır. Həzrəti Əli 25 il xilafət idarəçiliyindən kənar qalmış, bu dövrdə Qur'an-ı Kərimi şərh etmiş və gələcəyə istiqamətlənmiş çox ciddi işlər üzərində çalışmışdır. Həzrəti Əlinin irşad və imamət müddəti 30 ildir. 4 il 9 ay xəlifəlik etmişdir. Xəlifəlik müddətində Cəmal, Siffin və Nəhravan savaşlarını aparmışdır. Əbdürrəhman bin Mülcəm adlı bir xarici tərəfindən şəhid edilmiş, 26 və ya 28 yanvar 661-ci ildə vəfat etmişdir. Cənazəsi İmam Həsən və başqa övladları tərəfindən qaldırılmış, bugünkü İraqın Nəcəf şəhərində torpağa tapşırılmışdır. Həzrət Əlidən bu günümüzəcən gəlib çatan və çoxlu xütbə, məktub və qısa kəlamlarını əks edən Nəhcül Bəlağə və yenə də Həzrət Əlinin qısa kəlamlarından ibarət Qürərül Hikam adlı əsərlərindən seçdiyimiz bu kəlamları Azərbaycan türkçəsinə çevirərkən onların orijinallığını, təravətini, incəliyini pozmamağa, həmin kəlamların dilimizin zəngin imkanları və gözəlliyi ilə ən uyğun şəkildə ifadə etməyə çalışdıq. Məqsədimiz Həzrət Əlinin ədalət, əxlaq, etibar, xoşbəxtlik, bədbəxtlik, dostluq, yaxşılıq, təcrübə, siyasət, kömək, itaət, inam, cəsarət, səy, uğur, mehribanlıq, tədbir və bir çox başqa mövzularda verdiyimiz söz və tövsiyelərdən hər kəsin dərs alması və öz həyatlarında bu hikmətlərdən yararlanmasıdır.